Merhabalar, ben Neşe Berber. Bugün Azerbaycan'dan bir konuğumuz var. Politik analist ve aynı zamanda Bakü Devlet Üniversitesi öğretim görevlisi Natevan Demircioğlu konuğumuz. Hoş geldiniz yayınımıza. Salamlar, merhaba Neşe Hanım. Türk dünyasını salamlayıram ve Azerbaycan'ın kucaq dolusu size kuş arzularımızı ünvanlayıram. Çok teşekkür ediyorum. Can Azerbaycan dedim. Gerçekten Türkiye ve Türk dünyası için çok önemli bir ülke. Bizim için de öyle. Dolayısıyla şimdi biz iki ülke tek millet olmanın özelliğini de koruyarak güzel bir yayın yapacağız hocam. Ben de öncelikle... İnşallah. Evet. Şimdi Azerbaycan'da öncelikle nasılsınız? Nasıl gidiyor her şey? Hayat yerinde mi? Güzel mi? Öyle başlayayım. Hayat qaydası şükürler olsun. Arzuladığımız bir dövrə gəlib çatmışıq. Maşallah olsun Azərbaycanın gözəllikləri, Azərbaycanın uğurları göz önündədir və əgər vətən gülürsə insanlar da gülür demək. Evet, şimdi Azerbaycan'da bu Karabağ Zaferi sonrası ülkede olan değişimler, insanların yaşadığı duygular, biraz bize o dönemi de anlatabilir misiniz? Yani Karabağ Zaferi'nden öncesi ve sonrasını birazcık bize detaylı bir şekilde anlatın hocam isterim. Neşe Hanım, bildiğiniz gibi Azerbaycan son 30 ili bütün həyatını mücadiləyə sərf etdi. Yəni, Sovetlərin süqutu, hətta Sovetlərin süqutundan da biraz əvvəl 1990'larda yanvar ayında, nə desək, Ocaq ayında necə ki, Sovet qoşunları Azərbaycana hücum elədi və 20 yanvar qətliamını törətdilər və bunun ardınca bəlkə də bu bir ilahi ədalət idi, bəlkə də bu bir talih idi, bəlkə də Azərbaycanın bu qədər haqlı olması sanki Sovetlərin çöküşü ilə yanlaşdı. Və 90'larda böyük bir imperiya, yəni Sovet imperiyası çöküş etdikdən sonra Azərbaycan öz bağımsızlığına qovuşdu və öz müstəqilliyini əldə etdi. Amma müstəqilliyini əldə etdi də istədiyi kimi xoşbəxt ola bilmədi. Çünki böyük bir dövlətlərin üzərinə diş qıcırtması baş verdi və Ermənistan digər dövlətlərin əlində alətə çevrildi. Azərbaycanın torpaqlarına təcavüz olundu, Azərbaycanın insanlarına təcavüz olundu və siz bilirsiniz ki, Azərbaycanın müstəqilliyin ilk illərində artıq 20% torpaqları əlindən getdi və 1 milyondan artıq qaçqın, köçkün ülkəni bölüdü. Bax, çox ağır günlər idi, çox fəlakətli günlər yaşayırdıq və xarici müdaxilə vardı, daxildə xaos vardı. Bax, belə bir vaxtdan keçdi Azərbaycan. Mən sizə deyim ki, 93-cü ildə, 93'lərdə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbindən yenidən hakimiyyətə gəlməsi xeyli dərəcədə bir ürəklərə sakitlik gətirdi. Amma hələ o düzəni düzmək mümkün deyildi. Və Ulu Öndər 94'də Ermənistanla atəşkəs imzaladı. Bilirsiniz, bu çox ağır günlər idi. Azərbaycanın iqtisadi çətinlikləri var idi, siyasi çətinlikləri var idi, hücum qarşısındaydı. Və belə bir vaxtda o atəşkəsə getdi. Mən sözün açığını deyim ki, bu atəşkəs insanların bu qədər də ürəyincə olmamışdı. Çünki atəşkəsə məğlubiyyət kimi baxırdılar, atəşkəsə Ermənistana uduzmaq kimi baxırdılar. Ama şübhəsiz ki, Heydər Əliyev siyasi xadim idi, o artıq məsələləri görünür, çox uzağa hesaplamışdı və demək olar ki, 30 ilə yaxın bir vaxt keçəndən sonra biz bildik ki, doğrudan da Heydər Əliyev 94'də imzaladığı atəşkəs müqaviləsi hətta bizi xilas etmişdi. Və biz sonradan bir neçə il hakimiyyətdə oldu və sonradan 2003-cü ildə
hal-hazırki prezidentimiz cənab Ali Baş Komandan Əliyev referendum seçki yolu ilə və bundan əvvəl də konstitusiyada referendum yolu ilə dəyişiklik etmişdi Heydər Əliyev və bizim konstitusiyamızda artıq qəbul olunmuşdu və o konstitusiyada göstərilirdi ki, Azərbaycanın bütün ərazilərində konstitusiya işləməlidir və bu bizim demək qlobal hüququmuzdur. 2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndən sonra və artıq o ordu quruculuğuna daha diqqət ayırdı, iqtisadiyyatın çiçəklənməsinə diqqət ayırdı. Əlbəttə, bütün bununla paralel həm də bizim dünyada mücadiləmiz davam edirdi. Həm Ermənistan tez-tez atəşkəsi pozurdu, baxmayaraq ki, atəşkəs imzalanmışdı və bu rəsmi imzalanmaydı. Amma buna baxmayaraq atəşkəs tez-tez pozulurdu və biz həm ərazi itirirdik, həm insanları itirirdik. Buna dözmək çox çətin idi. Amma görünür, Prezident İlham Əliyev də hər şeyi qanun, qayda, beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirdi. Buna görə buna dözümlü yanaşırdı. Və nəhayət artıq 20-ci ilə qədər biz bu çiləni yaşadıq. 2020-ci ilə qədər bizim zaman-zaman cəbhə xəttində atəşkəs pozulurdu, hərbiçilərimizi itirirdik, dinc əhalidən insanlar itirirdik və dözülməz idi. Dünyaya səsimizi duyurmaq istəyirdik. Təsəvvür eləyin ki, Nəşə xanım, beynəlxalq qurumların, ən nüfuzlu beynəlxalq qurumların bundan xəbəri vardı. BMT-nin 4 qətnaməsi var idi ki, məhz Azərbaycanın əraziləri bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. 4 qətnamə, bu sizə zarafat gəlməsin. 4 qətnamə ard-arda qəbul olunmuşdu ki, bəs Azərbaycanın hüquqları bərpa edilsin, ərazi bütövlüyü bərpa edilsin. Amma biz bu paradoksu anlaya bilmirdik. Bir tərəfdən qətnamə qəbul olunurdu, digər tərəfdən isə bizə cəbhədə atəşkəs pozurdular və biz hərbiçilərimizi və dinc insanlarımızı itirirdik. Çox ağır vəziyyət idi, çox dözülməz vəziyyət idi. Amma bununla paralel olaraq Azərbaycan dövlətinin, Azərbaycanın siyasi elitasının, Azərbaycanın Ali Baş Komandanı Prezident İlham Əliyevin diplomatik səyləri davam edir. Biz dünya ilə danışıqlar gedirdi, haqq səsimizi ucaldırdıq. Biz, sizin dillə desək, qəzetəçilər bütün parametrlərdə elektron media, yazılı media, klassik media, onlayn media, hamısı bu istiqamətdə səfərbər idi ki, biz dünyaya duyurmaq istəyirdik ki, bu məsələlərdə biz təcavüzə uğramış tərəfik. Xocalıq faciəsi baş verib, bu artıq qətliamdır, bu soyqırımdır. Bağanız ayrımda böyük fəlakətlər törədildi. Hocam bir araya girmek istiyorum. Hocalı katliamı dediniz. Hocalı katliamı Azerbaycan Türk dünyası için çok büyük bir acı. Biliyorum ki her Azerbaycan'a giden medya mensuplarına mutlaka oradaki şehitliği gezdiriyorsunuz. Orayı göstermek, orayı dünyaya duyurmak istiyorsunuz. Biz de elimizden geldiğince onu hep yapmaya çalıştık. Ve her yıl dönümünde anma yapılıyor biliyorum. Hocalı Azerbaycan'ın Türk dünyasının büyük bir acısıdır. Ve yeterince dünya kamuoyunda duyulduğunu düşünüyor musunuz? Yani buna yeterince ilgi var mıydı? Bilirsiniz, bu elə bir faktlar vardı ki, Xocalı qətliamında elə bir faktlar vardı ki, dünya bunu göz ardına ala bilməz. Amma istədiyimiz cavabı da bizə vermir. Təsəvvür edirsiniz ki, Xocalıda baş vermiş hadisələr göz önündə idi. Çünki təsəvvür eləyin ki, elə ailələr var idi ki, ailə bütövlükdə məhv olmuşdu. Elə körpələr, elə çocuklar vardı ki, hər iki valideyni itirmişdi. İnsanlar vardı ki, bütün nəslini itirmişdi. Və bunlar da azmış kimi orada hətta müharibə cinayətləri törədilmişdi.
dinc əhali qətlə yetirilməklə bərabər onlara qarşı terror aktı həyata keçirilmişdir. Hamilə qadınların evlatlarını, körpələrini yarıb qarnından çıxartmışdılar. Siqaretin kötüyünü balaca 3 yaşlı uşağın gözlərində söndürmüşdülər. Bu xüsusi amansızlıqla qətlə yetirilməkdir və biz Azərbaycan dövləti şübhəsiz ki, Xocalıya ədalət fondu yaradılmışdı və Leyla xanım Əliyeva buna rəhbərlik edirdi. Bu istiqamətlərdə çox böyük işlər görüldü. Plakatların yayılması, video çarxların dünyada yayılması. Buna dünya tuta bilməzdi. Amma istənilən bir cavabı da biz ala bilmədik. Baxmayaraq ki, qardaş Türkiyə bu məsələdə bizim yanımızdaydı. Bir sıra dövlətlər artıq Xocalı soyqırımını tanımışdı. Dünyanın xeyli bir dövlətləri Xocalı soyqırımına tutqun qalmadı. Amma bütövlükdə bunu dünyaya tam qəbul etdirə bilmədi. Evet. Və bu da bizim böyük yazılarımızdan biridir. Və hətta bu gün də biz bu qədər proseslərdən sonra biz hələ də Xocalı soyqırımını tam dünyada qəbul etdirə bilməmişik. Və çoxları elə düşünür ki, biz zəfər çalmışıq, müharibəyə əks-hücumla cavab verdik və torpaqlarımızı, qanunu, ata-baba yurtlarımızı geri aldıq və bununla da bizim Xocalı acılarımız qoydu. Yox, bu belə deyil. Biz emosional olaraq Xocalı məsələsinə takidləşə bilərik. Amma hüquqi cəhətdən, beynəlxalq hüquq cəhətdən biz əlbəttə Xocalı barədə hələ tutmaq fikrində deyilik və ta o öz qiymətini alana qədər bu istiqamətdə mübarizə aparmaqda var. Evet. Bugün Karabağ'da elde edilen zafer sonrası o bölgede şu anda durumlar nasıl hocam? Biraz onu da sormak isterim. Geri alınan topraklar, o Azerbaycan halkı eski yaşadıkları yerlere geri döndüler mi? Orada bir yaşam olmaya başladı mı? Bunları merak ediyorum. Çok teşekkür edirəm və mən sizə deyim ki, 2020-ci ildə artıq bayaq danışdığım ard-arda, yəni bitməyən bir çilə, bitməyən bir hücumlar, bitməyən bir təxribatlar, bitməyən bizə qarşı təcavüzlər və nəhayət ki 2020-ci ildə Azərbaycan prezidenti Ali Baş Komandan İlham Əliyev əks hücum əmri verir. Bunun da səbəbi oldu ki, Ermənistan rəhbərliyi Qarabağda və onun baş tacı Şuşada, Şuşanın isə zirvəsi Cıdır düzündə rəqs edərək söyləmişdi ki, Qarabağ Ermənistandır və beynəlxalq təşkilatda, beynəlxalq simpoziumda Azərbaycan prezidenti dedi ki, Qarabağ Azərbaycandır, nida. Və o dedi də sözünün arxasında durdu. Həmin o Qarabağ Azərbaycandır nida sözündən sonra o gördü ki, məhz Azərbaycanlıların, sadə insanların, ürəyində vətən eşqi olan insanların gözlədiyi an məhz bu andır. O anda da bu əks hücum əmri verildi. Bu 2020-ci ilin sentyabrın 27-sində baş verdi və bəlkə də dünyada bunun payı bərabəri yoxdur ki, biz 44 gün ərzində zəfər çaldıq. 44 gün ərzində biz torpaqlarımızın 20%-nə yaxındır. Demək olar ki, haradasa 17-18%-ni geri aldı. Məhz qan tökərək, açıq, real müharibə var. Yəni, dünyanın bütün müharibə qanunlarına əməl edərək biz öz torpaqlarımız uğrunda mücadilə etdik. Maalesef Türklər demiş, bu qarşı tərəf bizə rəqib olan ölkə isə bu müharibə ərəfəsində də yenə də bir neçə əsgəri suça, bir neçə müharibə cinayətlərinə yol verdi. Məsələn, bizdə Gəncənin vurulması tamamilə müharibə qanunlarına ziddir. Çünki Gəncə özü kilometrlərlə cəbhə bölgəsindən uzaqdır. Burada heç bir hərbi birləşmə yoxdur. Burada heç bir hərbi baza yoxdur. Amma bu məhz ballistik raketlə Gəncəni vurdu. Gəncəyə qədər.
və bu çox heyrətamizdir. Sizdən də müxbirimiz orada iştirak eləmişdi, mühabirimiz. Biz ona da təşəkkür edirik. Bunları olduğu kimi çəkib göstərmişdir. Eyni zamanda Bərdiyə atıldı. Hətta bizim maşraqda, yəni əhalisi və ərazisi bizim ölkəmizin miqdarında olan ölkələrə İskəndər raketinin atılması qadağandır. Beynəlxalq müharibə qanunlarından, amma ondan da istifadə elədilər və biz bütün bunlara dözərək yenə də müharibəni qanunlu apardıq. Və dediyim kimi 44 gün ərzində 2020-ci ilin noyabr ayında mütləq şəkildə zəfər çalındı. Evet. Və bu zəfər çox böyük idi və biz qardaş Türkiyədə minnətdarıq ki, müharibənin başladığı andan zəfərə qədər o mənlə bizim yanımızda oldu. Bu beynəlxalq arenada, diplomatiya cəbhəsində daim Azərbaycanın özünə dəstəkləyirdi. Və bunun üçün biz Can Türkiyə borcluyuq ki, mənəvi borcumuz var ona ki, bizim haqq səsimizi eşitdi və haqq peşimizdə bizim yanımızda oldu. Türkiyədən başqa Pakistanın Azərbaycana dəstəyi, digər ölkələrin Azərbaycana dəstəyi əlbəttə bu həm də bizə istiqlaliyyətdir. Və beləliklə biz zəfər çaldık. Amma Nəşə xanım, qısaca olaraq onu da deyim ki, bu zəfərlə də qarşı tərəf kifayətlənməli. Bu zəfər çalınmış olsa da orada demək hərbi birləşmələr vardı, hərbi silahlı dəstələr vardı və onlar ekstremizmlə məşğul olurdular. Onlar demək revanşistlərlə yaşayırdılar və orada o çox az sayda erməniləri yenidən müharibəyə təhrik edirdilər və Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri çərçivəsində bu insanlara biz heç cürə həqiqəti duyura bilmirdik ki, artıq müharibə bitib, artıq Azərbaycan zəfər çalıb, üç tərəfli müqavilə bağlanıb, Azərbaycan, Hindistan və Rusiyanın vasitəçiliyi ilə Rusiya dövlətləri arasında üç tərəfli bəyanat imzalanıb və artıq biz öz sərhədlərimiz daxilində Azərbaycanda Azərbaycan qanunları işləməlidir. Biz onlara bunu qəbul edə bilmirdik və buna məcbur olan Azərbaycanın Ali Baş Komandanı 2023-cü ildə antiterror əməliyyatı keçirmək məcburiyyətində qaldı. Bunun mahiyyəti nədən ibarət idi? Bunun mahiyyəti ondan ibarət idi ki, həmin ərazilərdə dövlətə tabi olmayan hərbi birləşmələr. Bunun mahiyyəti ondan ibarət idi ki, həmin ərazilər silah yolundan, müharibə yolundan, qanuni olaraq əzəli, əbədi torpaqlarımızı biz geri almışdıq. Amma sadəcə orada Azərbaycan qanunlarını tətbiq etmək mümkün deyildi. Çünki silahlılar müqavimət göstərirdilər və terror aktları həyata keçirirdilər. Və qanuni olaraq Azərbaycan öz ərazisində konstitusiyon hüququnu bərpa etmək üçün, yəni ölkənin sınırları daxilində konstitusiyası işləsin deyən və Azərbaycan bayrağı bütün alınmış torpaqlarda ucaldılsın deyə bu antiterror əməliyyatını keçirmək məcburiyyətində qaldı və beləliklə biz 2023-cü ildə noyabr ayında antiterror əməliyyatı keçirdik. Heç bir sutka da çəkmədi. 23 saat ərzində Azərbaycan bütün ərazilərində silahlı birləşmələri zərərsizləşdirdi və beləliklə də özünün suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra biz zəfərin tadını çıxarda bildiklər demiş və biz artıq bundan sonra zəfəri hiss edə bildik. Çünki hal-hazırda Azərbaycanın bütün ərazilərində Azərbaycan konstitusiyası işləyir, Azərbaycan dili işləyir, Azərbaycan bayrağı dalğalanır və biz sonuncu prezident seçkilərini keçirdikdə isə bu prezident seçkiləri ilk dəfə müstəqillikdən sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində həyata keçirildi və Cənab İlham Əliyev çox böyük səs tutumla bu kökünü qazandı və xalq onun ətrafında sıx birləşdi. Müharibədən sonra, yəni bayaq sual verilən zəfərdən sonra burada vəziyyət necədir? Zəfərdən sonra burada böyük bir mütəşəkkillik var. Dövlət və xalq birliyi var. Eyni zamanda
ordunun inkişaf etdirilməsi var. İndi siz soruşa bilərsiniz ki, zəfər çalmışsınız, niyə ordunu inkişaf etdirirsiniz? Çox təəssüflər olsun. Maalesef biz zəfərdən sonra yenə ideoloji hücumlar qarşısındayıq. Yenə də diplomatik yollarla və yaxud da ki, digər böyük dövlətlərin Ermənistana təzyiqi nəticəsində biz yenə də o rahatlığı hələ tam şəkildə əldə edə bilmirik. Yəni, diplomatik alanda bizim mübarizəmiz yenə davam edir. Çünki Azərbaycanın haqlarını görmək istəmir. Amma mən sizin bu böyük fikrinizdən, sizin yaratdığınız bu şəraitdən istifadə edərək bunu demək istəyirəm ki, Azərbaycan 30 il bundan əvvəl də haqlı idi. Azərbaycan 30 il bundan əvvəl də düz yolda idi və Azərbaycan 30 il bundan əvvəl də ədalətli idi. Amma 30 il sonra, yəni 2025-ci ildə Azərbaycan həm haqlıdır, həm güclüdür. Çünki artıq Azərbaycanın iqtisadi qüdrəti, regionda artan siyasi nüfuzu, həm Cənubi Qafqazda, həm Avro-Asiya məkanında Azərbaycan artıq söz sahibi və nüfuz sahibi. Bu baxımdan mənə elə gəlir ki, Azərbaycanla hesablaşmaq yolundadır bir çox ölkələr. Yəni, Ermənistanı süni surətdə silahlandırmaq, erməniləri revanşist hisslərlə qızışdırmaq, bunların hamısı absurd məsələlərdir. Yəni, bu baş tutması deyil. Çünki Azərbaycan zəfərdən sonra yerində saymır, Azərbaycan zəfərdən sonra dayanıb durmur və Azərbaycan sonra hiss edir ki, bu zəfərin gözü götürməyən ölkə və o dövlətlər Ermənistandan yenə alət kimi istifadə etmək istəyir. Ona görə də istər-istəməz biz onların qarşısında durmaq üçün necə iqtisadi cəhətdən qüdrətlənirik, eləcə də hərbi cəhətdən mütəşəkkil və zəngin. Karabağ bu baxımdan bizə elə gəlir ki, buyurun. Karabağ Zaferi aslında özellikle Asya'da, işte Orta Doğu'da, dünyada Azerbaycan'ın devlet gücünü daha ortaya çıkardı, değil mi? Doğru mu anlıyorum? Tamamilə doğrudur, tamamilə doğrudur. Çünki Azərbaycan bu zəfəri bir neçə parametrlərdə qazandı. Nəşə xanım, burada söhbət təkcə hərbi qüdrətdən getmir. Burada söhbət həm də iqtisadi qüdrətdən gedir. Burada söhbət həm də hərbi hazırlıqdan gedir və Azərbaycan bütün parametrlərdə eyni dərəcədə hazırlaşmışdı. Həm hərbi gücünü artırmışdı, həm iqtisadi qüdrətini artırmışdı. Eyni zamanda Azərbaycan öz insanları arasında təbliğatı çox düzdü və düzgün qururdu üçün inanırsınız ki, hər sıra nəfər Azərbaycanda 100-dən artıq təsəvvür edirsiniz ki, rayon var, amma Azərbaycanda kimi soruşsan hamı Qarabağlı idi. Hamı Qarabağlı idi. Ona görə ki, bunlar hamısı dövlətin apardığı siyasət idi, dövlətin apardığı təbliğat idi, dövlətin apardığı ideoloji, siyasi və eyni zamanda mənəvi, mədəni istiqamət idi ki, öz insanlarını bir lada kökləyə bildi, bir mövzuya, bir istiqamətləndirə bildi. Və bu, göründüyü kimi asan bir məsələ deyil. Əlbəttə ki, bu böyük dövləti iradə, böyük lider iradəsi tələb edir ki, bütün xalqı eyni istiqamətə apara biləsən. Elə insanlar vardı ki, bizdə bunlar heç həyatında Qarabağı görməmişdi. Elə insanlar vardı ki, bunların ayağı bir dəfə də Qarabağ torpağına dəymişdi. Amma onlar Qarabağ üçün ölümə getməyə hazır. Bu, bilirsiniz nəyə nəticəsidir? Böyük dövləti gücün, iradənin və aparılan təbliğatın nəticəsidir ki, öz insanını məhz ilə tərbiyə etməyi bacarırsan. Bunun müqabilində biz zəfər çaldıq. Və bu zəfərin həm Cənubi Qafqazda, həm Orta Doğuda, həm okeanın o tayında, ümumiyyətlə Avro-Atlantik məkanda, Avrasiya məkanında
bunu qəbul etməmək mümkün deyil və ona görə də qəbul olunur. Bu Azərbaycanın doğal və şəxsi gücü kimi qəbul edilir. Karabağ hələ 2000 buyurun. Karabağ görmemiş insanlar, ayak basmamış insanlar vardı diyorsunuz. Bazıları da çocukken oradan çıkmış, evlerini terk etmiş o topraklardan. O bir dastandır. Değil mi? Neşe Hanım, o bir dastandır ki, o uşaqlar vardı. Mənim tanıdığım uşaqlar var. O annelerin gözlerinin yaşları dindi mi? Evet. Öyle sorayım. Bax, oradan çıxanda öz gəlinciyini köksünə basıb çıxan uşaq vardı. Oradan çıxanda öz kiçik oyuncaq maşınını götürə bilməyib, illərlə ağlayan ki, mənim maşınım orada qaldı deyən uşaqlar var idi. Onların haradasa 3-5 yaşları var idi. Amma onlar tank belində qayıtdılar Qarabağa. Onlar əllərində silah qayıtdılar bağa. Onlar Müdafiə Nazirliyində insanlar böyük bir növbə yaratmışdılar ki, biz də gedirik Qarabağda vuruşmağa. Bu insanlar, bu çocuklar için ayağı yalın, başı açıq, qocalıdan qaçmışdılar. Onlar hərb paltarında, əskər çəkmələrində getdilər və Qarabağı aldılar. Bax, bu bilirsiniz, çox böyük bir tarixdir, çox böyük bir, bu əsərdir, bu kinodur, bu elə belə bir məsələlər deyil. Və insanların, nə qədər insanlar əhd eləmişdilər ki, bu torpağa gedək və biz bizim sürünə öz evimizə gedəcəyik. Bunu həyata keçirən insanlar oldu. İnsanların acısı dindi. İnsanların o torpaqlar alınandan sonra elə insanlar var ki, qocalmışdı, əldən düşmüşdü, amma canını tapşıra bilmirdi. Onlar istəyirdi öz torpağında bastırılsın. Bax, bu insanların nəşi getdi, öz torpağına qovuşdu. Hətta onlar öləndə belə sevindilər. Bax, elə bir situasiya yarandı və mən sizə deyim ki, bu elə bir mənzərədir ki, bundan emosiyasız danışmaq mümkün deyil. Məsələn, mən 30 ildən də artıqdır qəzetəçi işləyirəm, radioda işləyirəm və siz təsəvvür eləyin ki, bütün bu prosesləri biz bütün parametrlərlə yazmışıq, pozmuşuq, demişdik, hər işğal günlərində efirə çıxmışıq. Biz otaqda ağlayırdıq, amma efirə çıxıb özümüzü sakit və soyuqqanlı aparırdıq və yaxud da ki, əsəblərimizi o qədər parım çəkirdik ki, çıxıb efirdə verilişi aparırdıq, amma mikrofonu söndürəndən sonra hönkür ağlayırdıq ki, nə qədər insan işğal tarixindən danışar, nə qədər bir bölgənin işğal tarixindən söz açmaq olar, nə qədər orada ölmüş günahsız insanları xatırlamaq olar. Bunlar bizim həyatımızda çox ağır zərbələr vurdu. Biz bundan çox əzab çəkdik. Amma bugün həm dirilərin, həm ölülərin ruhu doğrudan da Qarabağ sevincindən xoşbəxt oldu. Qarabağ sevincindən sakit oldu. Qarabağ sevincindən bəxtiyar oldu. Və bugün Azərbaycan dövlətindən və şəxsən bizim liderimiz Cənab İlham Əliyevin Qarabağa qayıdış projesi var. Bu çok büyük bir projedir. Tam olarak bir daha alabilir miyim? Karabağ, ne projenin adı ne dediniz? Qarabağ'a qayıdış. Qarabağ'a dönüş. Karabağ, yani, bu proje ne kadar sürede yani Karabağ dönüş projesi ne kadar sürede tamamlanır? Bu son 5 ili hələlik üçün əhatə eləyəcək və 2030-cu ilə qədər bir nəfər də yerinə qayıtmayan adam qalmayacaq deyə bir hədəfləri var. Yəni 2030-cu ilə qədər artıq bütün qaçqınlar, köçkünlər, necə deyim, onlara ancaq məcburi köçkün demək olar. Çünki onlar öz yurtlarından qaçmamışdılar, onlarından məcburən gönderilmiş.
Ona görə də bunlar məcburi köçkün və 2030-cu ilə qədər bir nəfər də qaçqın qalmayacaq deyə bir hədəf götürüb Azərbaycan 2030'a kadar. 2030 yılına kadar oradan gönderilen, yurdundan edilen herkesin oraya dönmesi sağlanacak. Bəli, artıq köç kərvanları gedir. Artıq köç kərvanları 2023-cü ildən bu tərəfə hələ 2 ildir çox sürətlə həyata keçirilir. Amma bu söhbətimizin bu məqamında mütləq mən bir məsələni də qeyd eləməliyəm. Bu nə ilə bağlıdır? Bu mina terrorundan bağlıdır. Demək, Ermənistan nəinki Azərbaycanlılara qarşı qocalığını törətdi, nəinki Azərbaycanlılar bağımsız ayrımı törətdi, qeyri-millini törətdi, nəinki Azərbaycanın 20% torpaqlarında hərbi cinayət törətdi. Eyni zamanda Ermənistan dövləti Azərbaycan ərazisində mina terroru həyata keçirdi. Bizim ərazilərimizə bu böyük qayıdış proyekti daha sürətlə həyata keçirilə bilər. Çünki Azərbaycan dövlətinin buna iqtisadi gücü var, buna mənəvi xalqdan dəstəyi var. Amma məsələ burasındadır ki, bu ərazilər fəlakət dərəcədə minalarla qadağan olunacaq qonumya çevrilib və o minaların təmizlənməsi çox böyük bir çətinliklər yaradır. Və Qarabağa qayıdış bu minaların olmasına baxmayaraq yenə də sürətlə həyata keçirilir. Evet. Hər tərəfli həyata keçirilir. Bütün bölgələrə qayıdış var. Bax, elə dünən Ağdamın Sarıcalı kəndinə bütün insanlar getdi və o insanların göz yaşlarını siz görərdiniz. O insanların öz torpağında ağacı qucaqlamasını siz görərdiniz ki, necə insanlar öz doğma yurduna nə şəkildə qayıdırlar. Və dünən elə Ağdam'a alınmış torpaqların da qayıdış hocam Ağdam'a, Şuşa'ya, Karabağ'a, bütün topraklara, Gence'ye, her yere selamlarımızı gönderelim. Kalpten buradan, Türkiye'den. Hocam Azerbaycan süremizde çok az kaldı bu arada. Azerbaycan'ın şu anki dış politikasına baktığında Türkiye ile zaten çok iyi ilişkiler içerisinde. Bu ilişkinin iyi olması diğer ülkeler arasında bir caydırıcılık sağlıyor mu? Bu nasıl konuşuluyor? Kısaca cevap alayım. Türkiye ile Azerbaycan arasında elə bir münasibət var ki, dünyada bundan xoşları gəlsə də bu belədir, xoşları gəlməsə də bu belədir. Evet. Çünki məhz bizim Ulu Öndərin dediyi kimi bu iki dövlət bir millətdir. Bunu heç kəs qana bilməz və bu ilişkilər şübhəsiz ki, dünyada bunun bənzəri yoxdur. Ona görə də bəzi ölkələr bunu qısqançlıqla qarşılayırlar. Amma bəzi ölkələr bunu qısqançlıqla qarşılasalar da hər halda biz bu yolda yürüməkdə davam edirik. Buna heç kəsin mane olacağını düşünməsinlər. Və Şuşa bəyannaməsi var. Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha da sıxlaşdırır və ən sonuncu siz Azərbaycanın dış politikasından soruşdunuz. Bir neçə gün bundan öncə İran İslam Respublikasının prezidenti də Azərbaycana səfər etmişdi. Ondan bir neçə gün öncə də Gürcüstanın prezidenti, ən yeni prezidenti prezident seçkilərindən sonra ilk səfərini Azərbaycana getmişdi. Bax, bu iki fakt təkcə onu göstərir ki, Azərbaycan doğrudan da regionda çox mühüm bir dövlətə çevrilib və bunu alnının təri ilə qazanır. Evet, hocam, heç kəs Azərbaycana vermir. 7 yıl sonra hocam 7 yıl sonra İran'dan ilk defa 7 yıl aradan sonra Azerbaycan'a ziyaret gerçekleşti. Pezeşkiyan geldi, Cumhurbaşkanı, İran Cumhurbaşkanı. Nasıl algılandı bu Azerbaycan'da bu nasıl algılandı, nasıl bir şey oldu? Kısaca bunu da sormak istiyorum. Demək, Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri əlbəttə çox yaxşı qarşılandı və siz deyən kimi son 7 ildə, hələ biraz da qabağa gedərək, bəlkə son 10 ildə ən pozitiv görüş oldu.
ən pozitiv görüşü oldu. Siz əgər onun sinxronuna baxsanız, görərsiniz ki, Pezeşkan orada neçə dəfə elə özü öz dilindən təkrar elədi ki, qardaşım İlham Əliyev, qardaşım İlham Əliyev. Və bundan əlavə özü göstərdi ki, biz demək tranzit yollarda birləşən, kəsişən nöqtələrimiz var və biz eyni yolun üzərində olduğumuz üçün mənafelərimiz də eynidir. Və təsadüfi deyil ki, Azərbaycan prezidenti cənab İlham Əliyev də bildirdi ki, biz demək beynəlxalq təşkilatlar çərçivəsində bu əlbəttə istəyir BMT çərçivəsində olsun, istəyir İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində olsun, istəyir GECO və Qoşulmama Hərəkatı çərçivəsində olsun, hər yerdə Azərbaycan və İran nümayəndələri biz bir-birimizin mövqeyində dayanırıq, biz bir-birimizin yanındayıq və bu daha da davam etməlidir. Və siz əgər fikir versəniz bu çıxışa, mətbuata olan açıq bəyanata, burada görərsiniz ki, İran prezidenti dəfələrlə deyir ki, bizi tarixi köklər birləşdirir, bizi tarixi dəyərlər birləşdirir və biz niyə də bir olmayaq. Əlbəttə, bir olmaq üçün mənə elə gəlir ki, daha çox imkanlar sıxlaşdırmaq lazımdır. Və biz, sözün açığı, qısaca deyim Nəşə xanım, biz İrandan eşitmək istədiyimizi eşitdik, indi görmək istədiyimizi görmək istəyirik. Bu qədər bəsit. Çünki bəzi tatsız məqamlar olmuşdu. Azərbaycanın işğal altında olan ərazilərində dini məbədlərin, dini iqamətgahların təhqir olunmasına İran susqun qalmışdı və s. və ilə axır 44 gün Vətən müharibəsində bizi o qədər də dəstəkləməməyi, yanımızda olmamağı bizi küskün etmişdir. Amma şükürlər olsun ki, son 7 ilin, son 10 ilin ən pozitiv, ən mehriban, ən belə gələcəyə müsbət impulslar verən görüşü keçirildi bu günlərdə və biz bundan ümidliyiz. İstəyirik ki, hər şey eynilik çıxır. Evet. Hocam son soru. Türk Devletleri Teşkilatı üyesi ülkeler, biri de Azerbaycan, işte Türkiye, Kıbrıs Türk Cumhuriyeti, Kuzey Kıbrıs Türk Cumhuriyeti de gözlemci üye biliyorsunuz aynı zamanda. Kazakistan, Özbekistan, tüm Türk Cumhuriyetleri var bu üyeler arasında. Bazı ülkeler Kıbrıs Rum kesiminde büyükelçilik açması. Azerbaycan buna nasıl bakar, baktı? Var mı böyle bir bilgi sizde? Bilirsiniz Nəşə xanım, bu biraz dərin politikadır. Yəni evet. Siyasetin bəlkə də biraz alt qatıdır. Çünki şübhəsiz ki, hər kəs istər ki, Şimali Kiprin yəni həm müstəqilliyini, həm azadlığını, həm haqlarını tanımamaq mümkün deyil. Amma yəni siz bilirsiniz ki, bizim Türk Birliyinə daxil olan ölkələrin bir çoxu keçmiş Sovetlər Birliyinin tərkibində idi və Türk Birliyi dövlətlərinin demək olar ki, əksəriyyəti elə Sovet qılıncı altından çıxmış vəziyyətdədir və görünür orada müəyyən məsələlər olanda bir addım geri çəkilmə siyasətini də hərdən bir kullanırlar. Ola bilsin ki, mən şəxsən belə düşünürəm ki, yəni inanmıram ki, hansı addım atmağından asılı olmayaraq kimlərsə Kiprin azadlığını, kimlərsə Kiprin haqq səsini eşitmək istəməsin. Amma nələrsə baş veribsə, bunun da müvəqqəti xarakterli ola biləcəyini, sonradan başqa bir daha yaxşı addımla bunun tədavi olunacağını düşünürəm və hətta bunu cəsarət edib proqnozlaşdırmaq istəyirəm. Çünki bu o qədər düzgün ki, o qədər haqq ki, bu məsələdə Kiprin haqlarını göz ardı etmək mümkün deyil. Bu bir. İkincisi, Türk Birliyi dövlətləri bir qurum kimi çox böyük perspektivə malikdir və getdikcə bu sözdən daha çox əməli işə keçəcək. Şübhəsiz ki, söz olmağınla bərabər əməli fəaliyyət də kifayət qədər var və hər ötən il xeyli bu istiqamətdə irəliləyişlər baş verir. Amma görünür bir məqama çatması üçün
mütləq ictimai şərait də olmalıdır. Bilirsiniz, istənilən bir siyasi hadisə həm şəxslərin iradəsindən asılıdır, eyni zamanda dövrün zamanı tələbindən və verdiyi şəraitdən asılıdır. Bu baxımdan mən inanıram ki, Türk Birliği məsələsi getdikcə daha da inkişaf edilir. Evet, aslında Türk dünyası ile ilgili konuşulacak şeyler oldukça fazla ama biz şimdilik burada tamamlayalım. Buradan Azerbaycan'a, Can Azerbaycan'a selamlarımızı gönderiyoruz biz. Sizin de son olarak duygularınızı alabilirim. Yani Türkiye'ye söylemek istediğiniz, Türk dünyasına söylemek istediğiniz bir şeyler varsa. Ben sözümün əvvəlində də dedim, Can Türkiyəmizə qucaq dolu salamlar, qucaq dolu təşəkkürlər göndərirəm və mən Türkiyənin demək biz hamımız, yəni mən deyəndə yəni bir Azərbaycan insanı nəzərdə tutaraq deyirəm. Biz Türkiyənin regionda daha nüfuzlu olmasını çox arzu edirik və inşallah da ki bu belə olacaq. Çünki Azərbaycanın istədiyi, Azərbaycanın arzuladığı da elə bundan ibarətdir ki, Türkiyə indiki durumundan daha yüksək bir yerlərə öz siyasətini, öz iqtisadiyyatını, öz politikasını daşıya bilsin və bu reallık elə də olacaq. Yəni, Türkiyə artıq regionda böyük bir gücdür və daha böyük gücə çevrilməkdədir. Biz bunu arzu edirik Türkiyə. Və bunu istəməyən qüvvələr şübhəsiz var. Amma deyir ki, yetər ki, Tanrı istəsin. Hər şey belə bu istiqamətdə də çox gözəl ilerleyecek. Çünki Türkiyənin buna bütün parametrlərdə haqqı çatır, imkanı var. Eyni zamanda Türkiyə dövlətinin bunu reallaşdıracağına və daha yüksək səviyyədə reallaşdırana biz əminik. Mən Türkiyəni bundan da büyük görmək arzusuyla sizinlə sağollaşıram və Azərbaycanın sevgilərini, saygılarımı sizinlə. Çok teşekkür ediyorum hocam. Evet, Natevan Demircioğlu, politik analist, Azerbaycan Bakü'den bağlandı ve bu yayını yaptık. Kendisine teşekkür ediyorum ve tekrar görüşmek üzere. Hoşça kalın.